Salam dostlar, bugünkü video dərsimizdə biz abituriyentlər üçün ən vacib məqam olan ümumiyyətlə milli hazırlaşan müəllimlər üçün də faydalı olacaq bir MKM bölməsindən bir hissəyə, yəni izoproseslər bölməsi başlığına baxacağıq. Ümumiyyətlə izoproseslər nədir? Biz bildiyimiz kimi ham parametrləri, yəni ideal qazın təzyiqi, ideal qazın həcmi, temperaturu. Bu adlanır ideal qazın hal parametrləri və bunlar arasında belə bir asıllıq mövcudluqda PV bərabərdir T. Bu adlanır Mendeleyev kriteron. Yəni, aradakı burada demək P qazın təzyiqi, V həcmi, maddə miqdarıdır, demək mühərsəl qaz sabitidir, T-də temperatur və yaxud da düsturu bu formada da yazılır olan TV bərabərdir. Nöni yerinə kiçik M, yəni qazın kütləsi, bölünsün qazın molekül kütləsi, bu R, bu T. Yəni bu formada da yazmaq mümkündür. İzoproseslərdə biz nəyə nəzər keçirəcəyik? İzoproseslərdə bu hal parametrlərindən birini, yəni ya P, ya V, ya T. Bunlardan biri sabit qalmaq şərti ilə digərləri ya ikisi arasında biz asıllıqları müəyyən edəcəyik. Məsələn, P sabit olanda V ilə T arasında asılı, V sabit olanda T ilə T arasında asılı, T sabit olanda P ilə V arasında asılı və s. Və burada ümumiyyətlə biz sadəli üçün verilmiş kütləli ideal qaza baxırıq. Verilmiş kütləli ideal qaz nə deməkdir? Yəni kütləsi sabitdir. M bərabərdir konstant və M də konstant olduğundan aydın məsələdir ki, maddə miqdarı da konstant olacaq. Çünki maddə miqdarı qazın kütləsi bölünsün molekül kütlədir. Aydın məsələdə kütlə sabit olanda molekül kütlə bu, yəni sabit bir kəmiyyətdir. Yəni hər bir qaz üçün, hər bir maddə üçün sabit bir kəmiyyət olduğundan ona görə də biz əgər kütlənin sabit götürülü yüksək, kütlənin molekül kütləyə nisbəti olan kəmiyyət də, yəni maddə miqdarı da sabit kəmiyyət olacaq. Bu məsələ belə. İndi gəlin izoproseslərə baxaq. Birinci baxaq izotermik prosesə. Görə izotermik prosesdə hansı kəmiyyətlər sabit qalır və hansı, yəni orada asıllıq qrafikləri çoxdur, mən bir neçəsinə biz baxacağıq və ümumiyyətlə bu qrafikləri izləmədən, yəni hansı formada quracaq, onları da biz sizlə aydınlaşdıraq. Yazdım ki, PV bərabər T. Deyirəm ki, izotermik prosesə baxaq. T bərabərdir, aydın məsələdir, nə olur? Konstant. T bərabər konstant, amma Mendeleyev kriteron tənliyi yerindən yazaq, PV bərabərdir, T. Və bütün üç prosesdə kütlə sabitdir. Kütlə sabitdir və bayaq da qeyd elədik, maddə miqdarı, aydın məsələdir, sabit olacaq izotermik proses. Burada məsələ nədir? İzotermik prosesdə PV bərabər R T. R sabitdir, universal qaz sabitdir, qiyməti vardır. Biz prosesdə dedik ki, üç prosesin içində də sabit götürəcəyik. T-də birinci halda T-də sabit oldu, yəni izotermik proses oldu. Sabit, sabit, sabit. Hər üç sabiti bir-birinə vurduqda, onda sabit oldu. Yəni PV bərabər olur, konstant. PV konstant olduğundan, onda bunlar arasında asıllıq necə idi? Biz bildiyimiz kimi hasili kəmiyyətin hasili sabit qalırsa, x bərabər y bərabər, x, y bərabər konstant olursa, demək ki, x, y-lə tərs mütənasibdir. Demək, V ilə tərs mütənasibdir. Yəni, izotermik prosesdə qazın təzyiqi ilə tərs mütənasibdir. Və bunu da bu formada yazıram V-dən asıllığı. Bu formada. Qrafikdə biraz olabilirsin. İdeal çəkə bilməyib. Üçüncü cəhətdə deyildir. Üçüncü cəhətdə normal bir qrafik çəkə bilməyib. Sonra, burada müxtəlif kəmiyyətlər də ola bilər. Burada birinci məsələ nə? İzotermik genişlənmə və izotermik sıxılma. Bu anlayış görevlədir. İzotermik genişlənmədə nə olur? Qaz molekülü, yəni genişlənmə ümumiyyətlə demək ki, qazın həcmi genişlənir. Qazın həcmi artır. Onda izotermik genişlənmə
deyəndə biz oxu bu formada bilərik. Bu izotermik genişlənmədir. Bu isə izotermik sıxılma olur. Yəni izotermik sıxılmağı da görürük ki, baxın qrafik boyunca həcm nədir? Həcm bu istiqamətə gəldikcə həcmin qiyməti artdı. Əksinə isə həcmin qiyməti azalır. Həcm izotermik prosesdə də həcm bir-birdə tərs mütəmsil. Sonra digər bir düsturumuz var. P bərabərdir MKT. Yəni MK'nin əsas təminə biz bunu almışdır. P bərabər MKT. İndi izotermik prosesdə P'nin n'dən asılılığı görülmüş olacaq. Aydın məsələdir ki, izotermik prosesdə P'nin n'dən asılılığı olacaq. P izotermik P ilə düz mütəmsil asılır. Sonra tutaq ki, P-nin T'dən və yaxud da V-nin T'dən asılılığı necə olacaq? Yəni asılı qrafikini biz necə görürük? P-nin tutaq ki, T'dən. P-nin T'dən asılılığı bu formada olacaq. Niyə? Çünki izotermik prosesdir. İzotermik prosesdə temperatur sabit qalır. Və buna aid bəzi qeydlərimiz edir. Bu izotermik prosesdir. Yəni temperatur görürük ki, bütün proses boyunca sabit qalır. İndi tutaq ki, bizə belə bir işarə verir, məsələn, ox işarəsi. Bu nə olacaq? Bu izotermik genişlənmədirmi, yoxsa izotermik sıxılmadır? İndi baxaq. Temperatur sabit qalır, fərqlə qalır. P-nin qiyməti nə olur? Artıq. Biz də bilirik ki, P, V ilə tərs mütəmsil. Tərs mütəmsil olduğundan V-nin qiymətini necə azalacaq? Demək, bu proses, yəni bu oxu əgər bir istiqamətin bu formada qoyulursa, proses izotermik genişlənmə. Üzr istəyirəm, izotermik sıxılma. Əgər əksinə olsa, burada P nə olur? Təzyiq azalır. Təzyiq də bildiyimiz kimi azalanda həcm artır. Ona görə də bu proses izotermik genişlənmə, bu proses də izotermik sıxılma. İndi hər mövzulara əsas qrafikləri bulunan, sonra növbət dərsimizdə bu qrafiklərin hər birinə aid, yəni testlərdə hər birinə aid. Çünki burada qrafiklər çox da hər birinin əsas məqamları biləndən sonra, əsas düsturları biləndən sonra yerlərini bulmaq çox qısadır. Və bu da T bərabər konstant olanda P-də asılı formada olduğunu Boyle Marlov müəyyən edir və bu Boyle Marlov qanunu adlanır. Sonra ikinciyə baxaq. İkinci bir hala baxaq. İkinci halda isə biz nə deyirik? İzobarik proses. Baroz təzyiq deməkdir. Yəni P bərabər konstant. P bərabər konstantsa, və yenə Mendeleyev Clapeyron tənzimini yazaq. PV bərabərdir nöqtə. PV nöqtəyə bərabərdir. Tamam. Onda məsələ nədir? Biz burada növünü dediyimiz kimi yenə sabit götürəcəyik. Çünki verilmiş kütləli ideal qazdan söhbət edirik. Biz bunun prosesini dərsilərdə də dedik. Verilmiş kütləli ideal qazın. İndi P bərabər konstant olanda müəyyən edək ki, V, yəni digər hal parametrləri arasında asılılığı müəyyən edək. Görək ki, V-nin T-dən asılılığı necə? Əzbərləməyə qətiyyətdə ehtiyac yoxdur. Burada V-nin qiymətini alarım. Nəyə bərabərdir V-nin qiyməti? V-nin qiyməti bərabər olacaq VT bölünsün P. Burada da bunu belə formada biraz daha səliqəli yazaq. VT bölünsün P vurulsun P. İndi növ sabitdir. R sabit kəmiyyətdir. O heçronun onsuz bir qiyməti vardır. 8,31 universal sabitidir. T-ni də biz izobarik proses olduğundan T-ni də sabit edir. Sabitə vuranda sabit verir. Sabitə də böləndə yenə sabit. Yəni 5-i 2-yə vurub, tutaq ki, bölünüb 1-ə. Nədir? Hər üç sabit olduğundan onların nisbəti də, hamısı da, yəni hamısı bir sabit kəmiyyətdir. Yəni R bölünsün P kəmiyyəti sabit kəmiyyətdir. Və ona görə də V-nin P-dən asılılığı burada olacaq düz mütəmsil.
bu formada. V'nin teydan asıllı var. Oldu. Gözünü teması. Sonra mesela başka uygulamalar size başka asılımlardır bura. Diğer düsturumuz bizim bildiğimiz gibi neceydi? P beraberdir en artı. Şimdi buraya karşı demek P sabit olanda yeni T'den asıllı. P sabit olanda yeni P sabit ise MKT kemiyette ne olacak? Olacak sabit. K heç K onsuz da bozma sabitidir. Onun da yeni öz değeri vardır. Yeni T'den asıllığı necə olacaq? Yəni hansı sabitsə yeni T'den asıllığı ters tutulması olacaq. Məsələn, P'nin V'dən və yaxud da P'nin T'dən asıllığı. Hə. Bu arada bu qrafiklərə aid də bəzi incə məqamlara baxaq. Demək, oxum işarəsi bu formada da ola bilər. Bir dəqiqə üzr istəyirəm. Hə. Oxum işarəsi bu formada da ola bilər. Əks istiqamətdə də ola bilər. Bunlar nədir? Baxın, bu birinci, bu da ikinci. Birincidə görürük ki, nədir? Həm qazın təzyiqi, üzr istəyirəm, həm qazın həcmi artır, həm də qazın temperaturu artır. Bu nə deməkdir? Bu ya izotermik, buna gecik biz, ya izotermik, üzr istəyirəm, izobarik genişlənmə və yaxud da izobarik qızma. İkinci prosesi də gecik, ya izobarik sıxılma, ya da izobarik soyuma. Yəni, hər üç hər iki hal, hər prosesə uyğun. Sonra bu hala biz nə deyəcək? Bu hala deyəcək ki, izobarik qızma. Çünki temperatur artır. Bu nəşsi olsa izobarik soyuma. Sonra, məsələn, P'nin V'dən asıllığına baxıraq. P'nin V'dən asıllığına baxıraq. Bu nə deməkdir? Bu deməkdir ki, P V'dən asıllıq deyil. Yəni, P konstant. Burada da yenə də əgər həcmi işarəsi bu formadadırsa, nə olur? Həcm artır. Həcm artır, nədir? İzobarik genişlənmə. Həcm artır, həmçinin nə dedik? Həcmlə də temperatur düz asıldı izobarik prosesdə, amma temperatur da artırması demək. Yəni, bu həm izobarik genişlənmədir, həm də izobarik qızmadır. Yəni, əksi olsaydı, bu olsaydı isə həm izobarik sıxılma olardı, həm də izobarik soyuma. Növbəti qrafika, növbəti hala baxaq. Üçüncü. İzoxorik proses. İzoxorik prosesdə V bərabərdir konstant. Qalır. Yəni, xaros həcm deməkdir. Yazıram bura PV bərabərdir yenə də burada nüvə adiyyəti üzrə sabit götürdüm. Yəni, sabit kəmiyyət olaraq qəbul elədim. Qəbul edim deyəndə, yəni verilmiş kütləli ideal qazdan söhbət edir və biz bütün proseslərin hamısını verilmiş kütləli ideal qaz üçün yazırıq. V bərabərdir konstant, PV bərabərdir nüvə. İndi ilk öncə hal parametrinin biri sabit qaldı, digər ikisi arasında asılılığa baxaq. Yəni, V sabit qaldı, P və T arasında asılılığa baxaq. Qrafikləri çəkim. P-ni T-dən asılılığa. Heç nə ehtiyac yox, sadəcə düsturu yazın. PV bərabər növ-T. Buradan P-ni alıram. P alıram bərabərdir. Növ-R T, T'nin özünü burada yazdım. Növ-T bölünsün T'ye. Göstərəm V'ye. Növ-T bölünsün V'ye. Yaxın növ bölü V vur T. Növ sabitdir. Verilmiş kütləli ideal qaz olduğundan. R, yenə də öz qiyməti var. Sabit bir kəmiyyətdir. V'ni də biz izoxor proses olduğundan sabit götürdük. Onda bu nədir? Bu özü bir sabit kəmiyyət.
Yəni bu hansı funksiyanın qrafikinə bənzəyir? Y bərabərdir k vursun x. Sadəcə k-nı y-in yerində p-dir, t-nin yerində, daha doğrusu y-in yerində p-dir, x-in yerində t-dir, k-nın da yerində nömrə bölünsün v sabitdir. Yəni sabiti sabitə vurub sabitə böləndə yəni də bir sabit düşür. 5-i vurduq 4-ə, böldük məsələn 2-yə. Nə oldu? Sabit oldu. İndi p-ni t-dən asılı olanda necə olur? Düz asılı. Sonra sıxlığı, bu arada sıxlıqdır, konsentrasiyadır. Bunların qrafikləri eynidir. Sıxlığı məsələn baxaq temperaturdan asıllığına. Ümumiyyətlə biz sıxlıq və yaxud da konsentrasiya nə demişdik? Yəni verilmiş kütləli ideal qazdan söhbət gedirsə və sıxlığın N-in düsturunu yazaq. Demək ki, N necə olur orada? N bərabərdir, N bölünsün V-yə. Verilmiş kütləli ideal qazdırsa, qaz molekularının sayı sabit qalır, dəyişmir. Və izoxor proses olduğundan bu kəmiyyətdə sabit qalır. Və bu sabitlərin nisbəti olan N də yenə nə olacaq? Sabit qalacaq. Və yaxud da sıxlığı, eyni formada sıxlığı da yazmaq olar. Necə? Yazıram, bu bərabərdir. Qazın sıxlığı. N bölünsün V. Mən nə dedim? Dedim ki, verilmiş kütləli ideal qazdan söhbət gedir. Verilmiş kütləli, ümumiyyətlə hansısa kəmiyyətin qarşısında verilmiş sözü varsa, o kəmiyyət sabit demək. N bərabər konstant. Yəni verilmiş kütləli ideal qaz. İdeal qazın kütləsi sabitdir. Bəli, sabitdir. Yəni bu hal üçün, ümumi halda sabit qalmaya bilər, dəyişə bilər. Sadəcə bizim baxdığımız hallarda biz sadəlik üçün verilmiş kütləli ideal qazı baxırıq. V bərabərdir konstant, onu da bu halda konstant götürdük. M-i də V-yə böləndə yeni konstant. Yəni sıxlıq temperaturdan və yaxud da məsələn təzyiqdən asılı deyil. Sonra burada qrafiklərlə bağlı əsas məqamlar nədən ibarətdir? Baxın, bu hal nədir? Bu hal bildiyimiz kimi bir dəqiqə. Məsələn, buradadır yenə də qrafiklərə baxaq. İzoxorik. İzoxorik nədir burada bu zaman? Bir prosesi deyək. Bunu da əksini çəkək, buna deyək 2 prosesi. Bir prosesində nədir? İzoxorik qızmadır. Çünki qazın temperaturu nə edir? Artır. 2 prosesi nədir? İzoxorik soyuma. Və yaxud da bu qrafikə gedək. Bir prosesi temperatur artdı, bəli, artdı. Onda bir prosesi nədir? İzoxorik qızma. 2 prosesi nə olacaq? Onun əksi olan izoxorik son. Bu qədər, yəni ideal qaz qanunları haqqında əsas məsələlərə biz baxdıq. Yenə deyirəm, burada qrafiklər çoxdur. Biz əsas qrafiklərə və o qrafikləri necə qurmaq lazımdır, bunlara aid qeydlərimizi etdik. Növbəti video dərsimizdə inşallah bunlara hər birinə aid, yəni həm güvən, həm də toplu testindən nümunələrə baxacağıq. Diqqətiniz üçün minnətdaram. Bəyən, abunə olmağı unutmayın. Çox sağ olun.